أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وأفضل الصلاة وأزكى التسليم على المبعوث رحمة للعالمين سيدنا مولانا محمد وعلى آله الطيبين الطاهرين المعصومين. Sonra Allah'ın rızası seçilmiş səhabələrinin üzərinə olsun. O kəslərin ki, ondan sonra sabit qədəm olmuşlar, etiqadlarını dəyişməmişlər, bidət etməmişlər və Allaha şükür edənlərdən olmuşlar. Ey möhtərəm cəmaat, möhtərəm alimlər, seyyidlər, möhtərəm şeyxlər, mömin və qəlbləri Əhl-i-Beyt sevgisini anlayan pak gənclər, Allahın salamı, rəhməti və bərəkəti hamınızın üzərinə olsun. Gərək ki, qəlbimdəki şükür kəlməsi dilə gətirim. Çünki mən bu pak, müqəddəs və İmam Rıza əleyhissələmin bacısı Həzrəti Məsümənin dəfn edildiyi bu şəhərdə əminamanlıq hiss eləyirəm. Allahın ən pak və ən saf salavat və salamı onun, qardaşının və bütün Əhl-i Beytin üzərinə olsun. Demək istəyirəm ki, bu qarşılama və bu toplanmaya görə hamınızı təşəkkür eləyirəm. Bir çöl ərəbi Allah Rəsulü sallallahu aleyhi və alihi və səlləmin yanına gəldi. Bəlkə də bu Zəhra sələmullahi aleyhanın möcüzələrindən biridir ki, bu hədis sizin yaddaşlarınızda qalsın. Çöl ərəbi dedi: Ey Muhammed, sənə necə bəyət edim? Allah Rəsulü sallallahu aleyhi və alihi və səlləm də belə cavab verdi: Şəhadət ver ki, Allahdan başqa məbud yoxdur. O təkdir, şəriki yoxdur və həqiqətən də Muhammed onun bəndəsi və elçisidir. Sonra namaz qılmaq, zəkat vermək, Ramazanda oruç tutmaq, maddi imkan olduqda Allah evini həcc ziyarət etmək barəsində mənə bəyət et. Çöl ərəbi dedi: Buna görə məndən əcr, yəni muzd istəyirsən, qəsidənin ən gözəl yeri də elə buradır. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm sustu. Çünki o cavab verməkdə tələsənlərdən deyildi və hər zaman Allah Teala'nın vəhyini gözləyirdi. Belə ki, o əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız ona ilham olunan vəhy idi. Göylə yer arasındakı bu geniş məsafə, hansı ki alimlər buna heyran qalmışlar. Bu geniş məsafə hansı ki astronomların ağlını heyrət içində qoymuşdur. Allahın Rəsulü üçün bir ana bərabərdir. O da nazil olub dedi: Salam olan Allah sənə salam söyləyir və xüsusi ehtiram bəsləyir və dedi: De, buna görə sizdən yaxınlarıma sevgidən başqa heç bir muzd istəmirəm. Çöl ərəbi soruşdu: Ey Allahın Peyğəmbəri, mənim yaxınlarıma yoxsa sənin yaxınlarıma? Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm də belə cavab verdi: Əlbəttə ki, mənim yaxınlarıma, yəni risalətin mükafatı olaraq, yəni cənnətin mükafatı olaraq. Risalətin məqsədi cənnətə daxil olmaqdır. Mömin öz Rəbbinə doğru böyük bir səylə çalışıb sabalayacaq, beləliklə də ona qovuşacaq. Arzu edir, çalışır, səy göstərir. Bütün bunlar ona görədir ki, Allah Teala'nın razılığını qazansın və cənnətə daxil olsun. Deməli, bunun müqabilində bir muzd olmalıdır. Allah Teala da bütün bunların muzdunu yaxınlara, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin yaxınlarına sevgi bəsləməyə qərar verdi. Çöl ərəbi bunu biləndən sonra dedi ki, Ey Allahın Peyğəmbəri, sənin yaxınların kimlərdir? Bu çöl ərəbi səhradan gəlib, heç nə bilmir. Peyğəmbər də rəvayətlərin şahidlik etdiyi kimi qızı Fatimənin evinə işarə edərək dedi: Bunlardır mənim yaxınlarım, həmd olsun Allaha. Bu zaman çöl ərəbi dedi: Ey Allahın Peyğəmbəri, əlini mənə tərəf aç ki, sənə bəyət edim. Allahın lənəti olsun səni və yaxınlarını sevməyənlərə. Allah Rəsulü sallallahu aleyhi və alihi və səlləm də çöl ərəbinin söylədiyi bu duaya amin söylədi. Bu da Muhammed və Ali Muhammedə nifrət edənlərə daimi lənətdir. Biz də bu mübarək gecədə bu kəlmənin sahibinin müsibətlərinin yad edilməsinə toplanmışıq. Bu kəlmə də Fatimədir. Sən nə bilirsən Fatimə kimdir?
Hansı ki, şiələr bu günlərdən başlayaraq onun vəfat gününə qədər vaxtlarını onun müsibətlərinə hönkür-hönkür ağlamaq və növhələr deməklə keçirirlər. Hansı ki, bu müsibətlər sadiq möminlərin qəlblərində yara kimi qalmışdır. Bu yad edilmənin sahibi dediyim kimi, xalis möminlər, yaxşı əməl sahibləri olan şiələr dünyanın hər yerində Əhl-i Beyt əleyhümussələmin mövlud və vəfatlarında bayram edib və yas saxlayırlar. Bizdə məlumdur ki, 14 məsum vardır. Bu da sevgi əlamətlərindəndir ki, onların kədərlərinə kədərlənək və sevinclərinə sevinək. Hətta biz bunu Amerikada və dünən də dedim ki, Qədirxun bayramını qeyd edirdik. Növbəti günlərdə də İmam Hüseyn əleyhissəlama ağlayacağıq. Biz bu iki cəryanın arasındayıq, yəni sevinməklə ağlamaq arasında. Bu da sevgi əlamətlərindən biridir. Belə ki, birini sevib ilk olaraq onu özündən önə çəkəsən. Bu da məhəbbət deyil, sevgidir. Buna görə də Şafiyə nisbət edilən şeirdəki "Ey Peyğəmbər Əhl-i Beyti, sizə məhəbbət beyti barəsində dedim ki, gərək o məhəbbət yox, sevgi deməli idi. Axı Allah məhəbbət göstərməyi tələb eləmədi, sevməyi tələb elədi. Mən birinə məhəbbət göstərirəmsə, o da mənə qarşılıqlı məhəbbət göstərir. Lakin desəm ki, filankəsi sevirəm, o zaman onu özümdən üstün tutacam. Gərək qarış-qarış onların yolu ilə gedək. Deməli, sadiq mömin bu sevgidə olmalıdır. Buna görə hamımızın qəlbi bu ürək ağrıdan günlərdə kədərlidir. Göz yaşları tökür, yaralıdır. Necə ki, bundan öncə möhtərəm qardaşım buyurdu ki, Həzrəti Zəhranın məsələsini tanıtmalıyıq. Hansı ki, bu məsələ üstü örtülü və gizli qalmış. Həmd olsun Allaha ki, bu da baş verdi. Gördüyünüz, eşitdiyiniz və şahid olduğunuz kimi, Ramazan diskussiyalarında bunu yenidən müzakirə etdim, milyonlarla müsəlmanın qəlbində yaşada bildim. Buna görə də iman gətirdim. Yenidən iman gətirdim ki, həqiqətən də bu məsələ şiəliyin əsasıdır. Çünki mən bir çox yerlərlə bir neçə faks və zənglər vasitəsilə görüşlər keçirdim ki, həqiqətən də qəlblərimiz Zəhra əleyhəssalamın müsibətlərinə kədərləndiyi üçün artıq biz şiə olmuşuq. Bu da bütün həyatım boyunca xüsusi bir təcrübədir. Hətta mənə dünən və bugün Ya Hüseyn kanalında suallar verildi. Həmin suallardan biri Zəhranın müsibətləri idi. Mən də cavabında dedim ki, inşallah onları oxuyacaqsınız. Məyər məni Həzrəti Zəhranın müsibətlərindən başqa bir şey şiə etdi? Çünki mən Amerikada, Los Angeles'də olarkən, orada yaşayan Misirli bir qadın, hansı ki onun barəsində Yer üzündə səyahət edin kitabımda qeyd etmişəm və hansı ki sonra Hidayət oldum kitabı vasitəsilə şiə olmuşdu və şiəliyə dəvət etməyə başlamışdı. Ziyalı qadın idi. Hətta mənə yetişən məlumata görə Qur'anı təfsir etmişdir. Məni Los Angeles'dəki məscidin imamı ilə tanış etdi və dedi ki, onu şiə etməyə yalnız sən qadirsən. Beləliklə də o qadın məni dəvət etdi və birlikdə nahar etmək üçün bir masa ətrafına topladı. Mən də təcrübəmə əsaslanaraq müxtəlif mövzular seçdim ki, ona təsir edə bilim. Onda səhabələr məsələsinə böyük həssasiyyət var idi. Bildiyiniz kimi, Muaviyə ibn Əbu Sufyan elə bir nəfsi maniyə meydana gətirmişdi ki, insanlar həqiqətə yetişməsinlər. Bu da bəzilərinin sevdiyi həmin o hədisdir ki, onun sözlərinə isnad edirlər. Həmin bu hədis də yalan və iftira ilə Peyğəmbərə sallallahu aleyhi və alihi isnad edilmiş, əgər söhbət səhabələrə yetişərsə, dayanın hədisidir. Yəni onlara yetişən kimi söhbəti dəyişib Allahdan, Peyğəmbərdən, Peyğəmbərlərdən, Rəsullahdan, şeytandan, cəhənnəmdən, cənnətdən danışın, səhabələrimdən danışmayın. Bu ağla batandır, bu ağla sığandır. Onda biz Allah Rəsuluna deməliyik ki,
səhabələrinə səndən başqa kim dil uzatmışdır? Bu qapını səndən başqa kim açmışdır? Hansı ki, hədisdə açıq-aşkar deyilir ki, qiyamət günü səhabələrimi sol tərəf əhli arasında gördüyümdə, onları hara aparırsınız deyə soruşacağam və mənə Allaha and olsun ki, cəhənnəmə deyə cavab veriləcək. Mən də axı onlar səhabələrimdir deyəcəm və mənə sən bilmirsən ki, səndən sonra onlar nə etdilər? Onlar səndən ayrılana dək mürtəkit olmuşlar deyiləcək. Mən də ölüm olsun məndən sonra dəyişiklik edənlərə deyəcəyəm. Bu hədisdən sonra o sənə deyəcək ki, söhbət səhabələrinə yetişdikdə dayanınmı? Təkcə bu hədis deyil, hədislər çoxdur. Həddən artıq çoxdur. Lakin müəyyən miqdarla kifayətlənəcəyəm ki, vaxtınızı çox almayam. Deməli, o, səhabələri barəsində deyir. Mütləq siz məndən öncəkilərin sünnəsinə qarış-qarış, dirsək-dirsək tabe olacaqsınız. Hətta onlar kərtənkələ yuvasına daxil olsalar, siz də onları ardınca daxil olacaqsınız. Bu da çox dəqiq bənzətmədir və böyük fəlsəfi mənası var. Siz soruşacaqsınız ki, ey Allahın Rəsulu, Yahudi və Nəsraniləri nəzərdə tutursan? Axı kitab əhlindən olan Yahudi və Nəsranilərdən öncə kimsə yoxdur? Deyəcəksən ki, onlar kimlərdən? Məyər onlardan başqaları da var? Bir şey ki, Allahın kitabı bizə Həzrət Musa onlardan uzaqda olarkən Yahudilərin buzova ibadət etdiklərindən söhbət açır. O hələ heç ölməmişdi. Deməli, Allah Rəsulunun sallallahu aleyhi və alihi işarə etdiyi bu incə işarədən təəccüblənməməliyik ki, həqiqətən də bu ümmət bəzi əməllər edəcək və qəribə işlər görəcək. Hansı ki, insanların çoxu bunlara təəccüb edir. Hətta bəziləri ağıl və gümanla ölçülməyən şeylərlə mənə etiraz edir və deyir ki, vallah, əgər sənin dediklərinə inansaq, bunun mənası odur ki, həqiqətən də Muhammed öz risalətində uğur qazanmamış və səhabələrinə necə tərbiyə verdiyini bilməmişdi. Bu çox qəribə məsələdir. Günlərin birində mənə elə bu sual verildi və cavab verdim ki, bu kimi iradları irəli sürməkdən utanmırsan, hansı ki şeytan bununla sənə vəsvəsə edir, məyər Allah Teala'nın izzətli kitabında oxumamısan ki, o Həzrət Musanın qövmü barəsində, ey Musa, səni nə tələsdirdi ki, qövmündən qabaq gəldi, deyə buyurur. Musa da, ey Rəbbim, mən sənə tərəf tələsdim ki, məndən razı qalasan, deyə cavab verir. Allah da ona, biz səndən sonra sənin qövmünü sınadıq və Samiri onları azdırdı, deyə buyurur. Bir insanın bütün ümməti azdırması ağla sığandırmı? Bu hekayət Ticaninin filan kəs və filan kəs haqqında danışdığı deyil, Allahın hekayət etdiyidir. Bunu Allah buyurur. Allah doğru danışanların ən doğru danışanıdır. Bizim əlimizdə Quran-ı Kərimdən daha doğru tarix yoxdur. Çünki tarix bəşəriyyətin əlinə keçdiyi üçün dəyişilir, təhrif edilir və onda istədiyini edir. Allah siyasətə lənət etsin ki, daxil olduğu hər şeyi körlayır. Hər şeyi körlayır. Sonda haqq batilə, batil də haqqa çevrilir. Haqq müxtəlif şəkillərə və çalarlara salınır ki, bəsirətli olanlar hidayət olmasınlar. Lakin Allah Teala buna işarə edərək buyurur. Əgər o Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz onda çoxlu ziddiyyət tapardılar. Deməli, biz həqiqətən də baş vermiş tarixi hadisənin qarşısındayıq. Hansı ki, onun barəsində kainatları yaradan Allah Teala özü danışır. Belə ki, bir insanın ümməti azdırması mümkündür və bu da baş vermişdir. Sən də deyirsən ki, necə ola bilər ki, Ömər İslamı fəsada uğratdı? Bax da gör Samiri bir İsrail övladlarını necə azdırdı, fəlakətə apardı və onlar da buzova ibadət etdilər. Axı nə üçün təəccüb edirsən ki, Ömər, Əbu Bəkir və digərləri belə edə bilərlər? Necə deyərlər, südün yarısını sağ, yarısını da saxla ki, sabah yenə də süd sağa biləsən. Həmçinin gizli iş görüşmələri, baş verən problemlər və s. Bütün bunların ilk qurbanı Fatimə-i Zəhra salamullah əleyhə oldu. Buna görə də baxın görün ki, Əli əleyhissalam xilafətin qurbanı oldu.
onun xilafəti qəsb edildi. Lakin ən böyük qurban, hansı ki kədərlə və köməksiz halda vəfat etdi, Zəhra salamullahi əleyhə oldu. Hətta Həzrət Əlinin məqamını belə o müdafiə etdi. Həzrət Əlinin məqamını, xilafət məqamını Həzrət Zəhra onun müdafiə etdi. Onun bu barədə xütbəsi məşhurdur. Mötərzə arası deyim ki, Küveytli qardaşlarımın dəvəti ilə Keniyaya ilk dəfə getdim. Hansı ki onların orada bir layihəsi vardı və onu qalırdı ki, Yezdə ibadət edənlərə həvalə etsinlər. Beləliklə də onların dəvəti ilə ora getdim ki, bu layihəni onlardan xilas edim. Həmd olsun Allaha ki, layihəni xilas edə bildim və az müddətdə çoxlu sayda insan şiə oldular. Bunu Yer üzündə səyahət edin kitabında da qeyd etmişəm və Keniyaya səyahət bölümündə yazmışam. Əlavə məlumat almaq istəyənlər oxuya bilərlər. Həmçinin böyüyə süd vermək və Ayşə məsələni də, hansı ki onların böyük şeyxlərindən biri şiələrə deyir ki, möminlərin anası barəsində Allahdan qorxun. Hansı ki Allah Rəsulu özündən sonra dinin yarısını ondan götürməyi tövsiyə etmişdi. Beləliklə də mən bu məsələ barəsində danışdım və o da elə həmin gecə şiə oldu. Həmd olsun Allaha. Nəysə, bir ildən sonra qayıtdım və orada minlərlə şiə gördüm. Məni qadın mədrəsəsinə apardılar. Orada cavan qızlar vardı. Mən də onlara nəsihət verirdim ki, siz də Allahın sizə var dövlət verdiyi bir Kuveytli kimi şiəliyi qəbul edən o kəslərə maddi yardım göstərin. Şiəliyi qəbul etmiş həmin qızlarla evlənin ki, dünyaya bəsirətli şiələr dünyaya gətirsinlər. Bu yolda da heç bir yoğunluq olmasın. Mədrəsəyə dəvət olunduğunda donub qaldım. Qadın mədrəsəsinə, hamısı qızlardı. Onlardan biri yanıma gətirildi və ustadı ona dedi ki, buyur, Ticaniyə, Həzrət Zəhranın xütbəsindən danış. Bu qız da danışmağa başladı. İlk dəfə idi ki, Zəhranın xütbəsini bir qadının dilindən eşidirdim və onu Zəhra xəyal etdim, ağladım. O danışır, mən də ağlayırdım. Təhəmmül edə bilmirdim. Çünki bu ilk dəfə idi və bu sözləri kitabdan oxumuşdum. Həmçinin xətiblər də bunu sərt ləhcələrlə danışırlar. Lakin elə ki, bu qız danışdı, əzalarım titrədi və elə xəyal etdim ki, sanki Zəhra salamullahi əleyhanın qarşısında dayanmışam. Elə bərkə ağladım ki, hətta xütbənin sonuna qədər qala bilmədim. Bundan sonra dedim ki, axı nə üçün bu xütbəni əzbərləməyim? Çünki artıq bu qız bunu mənim qəlbimə həkk etdi. Beləliklə də onu əzbərlədim